1942-43-cü illərdə 2-ci Dünya müharibəsində əsaslı dönüş baş verdi. Bu müharibənin gedişatını dəyişən bir neçə mühüm hadisə ilə xarakterizə olunur. 1942-ci ilin yayından başlayaraq faşist blokun hücumlarının bütün cəbhələrdə qarşısı alındı. Sakit Okeanda Mərcan adalarındakı döyüşlərdə Yaponiyanın Avstraliyanı işğal etmək təhlükəsinin qarşısı alındı. Midway döyüşündə Yapon qüvvələrinin məğlubiyyəti burada dönüş yaratdı. Yapon ordusu Sakit Okeanda hücum əməliyyatlarına başlaya bilmədi. Midway müharibənin Sakit Okean cəbhəsində baş verən ən böyük döyüşüdür. 1942-ci ilin payızında Şimali Afrikadakı İngilis ordusu Əl-Alamein döyüşündə Alman-İtalyan qoşunlarını darmadağın etdi. Şimali Afrikada mühasirəyə alınan Alman-İtalyan qoşunu 1943-cü ildə təslim oldu. Bu döyüşü də Afrika cəbhəsində dönüş yaradan döyüş kimi qiymətləndirmək olar. Stalingrad döyüşü 1942-ci ilin iyulundan 1943-cü ilin fevralına qədər təxminən 7 ay davam etdi. Müttəfiqlərin ikinci cəbhəni açmaması Almaniyanın SSR-yə qarşı hücum əməliyyatlarını genişləndirməsinə səbəb oldu. Almanlar Qafqaz istiqamətində irəliləyərək Stalingrad şəhərini mühasirəyə aldılar. Şəhərin işğal olması Alman qoşunlarının Bakı neftinə yaxınlaşmasına səbəb ola bilərdi. Sovet-Alman cəbhəsində Volqa üzərində strateji əhəmiyyəti olan Stalingradda hər ev, hər küçə uğrunda amansız döyüşlər baş verdi. Sovet ordusunun əks hücumu nəticəsində mühasirəyə alınan Alman qoşunu 1943-cü ilin fevralında təslim oldu. Stalingrad döyüşü müharibənin gedişinə böyük təsir göstərdi və Sovet-Alman cəbhəsində əsaslı dönüş başlandı. Avropa cəbhəsində isə ağırlıq Sovet İttifaqının üzərinə düşmüşdü. 1943-cü ilin yayında baş verən Kursk döyüşündə Sovet ordusu qalib gəldi. Ən böyük tank döyüşü olan bu qarşıdurma nəticəsində Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdı. Kursk döyüşü müharibə tarixinin ən böyük döyüşüdür.